Yəqin ki, bir çoxlarınız Host qrupunu xatırlayırsınız. Azad dostçular, gəlin yumruqları qaldıraq. Harda varsa kimsə qarşı tapaq, vuraq, sındıraq. Bəs bu qrupa nə oldu? Onlar niyə dağıldılar? Rap səhnəsindən çox müzakirə olunan qruplarından biri Host. 2007-ci ildə Bakıda çıxış edən bu birlik hava, od, su, torpaq elementlərinin qısaltması olan Host adı altında yaradıldı. Host sözün əsl mənasında o dövr üçün partlayış idi. Onlar Azərbaycan rapinə yeni nəfəs gətirdilər. Hostun əsas məqsədi yalnız musiqi yox, həm də gənclərin düşüncə tərzinə, sosial problemlərinə toxunan mesajlar vermək idi. Qrupun üzvləri qısa zamanda küçə rapini və intellektual yanaşmanı birləşdirərək böyük izləyici kütləsi qazandı. Amma bir müddət sonra, hər böyük qrupda olduğu kimi onlarda da uğurlar artdıqca fikirlər ayrılmağa başladı. Prometi qrupun dağılması ilə bağlı bunları dedi. Əsas səbəb fikir və yol ayrılıqları idi. İlk etapda 5 nəfər ayrıldı və biz 3 nəfər ilə davam etdik. Lakin sonra gördük ki, bir-birimizə çox bağlıyıq. Ancaq fikirlərimiz artıq böyümüşdü. Üzvlərin fərdi ambisiyaları, yaradıcılıq azadlıqları və şəxsi planlar vaxtla fərqlənməyə, nəticədə isə yolların ayrılmasına gətirib çıxartdı. Qısası dostlar, bir çoxlarının gəncliyinin qrupu olan Hostun dağılma hekayəsi belə idi. Siz də videonu bəyəndinizsə kanala abunə olmağı unutmayın.